28 may Müstəqillik Günü münasibətilə Kanadada yaşayan soydaşlarımızın iştirakı ilə Toronto şəhərində tədbir keçirilib. Ontario əyalət parlamentinin binası qarşısında baş tutan tədbirdə Azərbaycanın dövlət bayrağı qaldırılıb. 105 il əvvəl Azərbaycanın Rusiya imperiyasından ayrılaraq demokratik və dünyəvi respublika elan etməsi tarixi hadisədir. Toronto şəhərində Vətən Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu barədə danışılıb. Parlament üzvləri, Azərbaycan icmasının və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələrinin iştirak etdiyi tədbirdə Ontario Qanunvericilik Assambleyası adından spiker Ted Arnottun imzaladığı 28 may Müstəqillik Günü ilə bağlı rəsmi təbrik məktubu oxunub. Mərasimdə Türkiyənin Torontodakı baş konsulluğunun nümayəndələri də iştirak ediblər. Vurğulanıb ki, ölkələrimiz bir millət, iki dövlət şüarı ilə bənzərsiz dostluq, qardaşlıq münasibətinə malikdir. Tədbirdə iştirak edən əyalətin bir sıra müxalifət partiyalarının nümayəndələri təbrik məktublarını Azərbaycan icmasına təqdim ediblər. Daha sonra Azərbaycanın və Kanadanın dövlət himnləri səsləndirilib. Himnimizin sədaları altında dövlət bayrağımız ucaldılıb. Tədbirin rəsmi hissəsi Azərbaycanın milli rəqsinin ifası ilə başa çatıb. Rüstəm Mikayılzadə, Əntiqə Fərəcova, ASTV Xəbər.